Salam dostlar, bu videomuzda biz danışırıq qridi alqoritmlərindən. Düzdür, bu alqoritmləri xüsusi olaraq kitablarda izah eləmirlər. Çünki əslində bu istifadə olunan bir üsuldur, yəni məsələlərə yanaşma üsuludur. Nə kimi bunun xüsusiyyətləri var? Qridi alqoritmlərinin ümumiyyətlə ən belə deyək ki, gözə görünən tərəfi odur ki, o cari vəziyyəti qiymətləndirir. Yəni indiki vəziyyətdə ən yaxşı görünən seçimi eləyir. Yəni burada keçmiş addımlara qayıtmır və oradan hər hansı bir optimal cavab seçmir. İndiki vəziyyətə görə qiymətləndirir. Kifayət qədər sürətli olur. Yəni O(n), n-log(n), yəni bunlar əslində sıralama tələb olunarsa n-log(n) hesablaya bilərik. Daha az yaddaş istifadə eləyir əksər hallarda. Minimum, maksimum zaman məsələlərində tətbiq oluna bilir. Məsələn, başlama, bitmə vaxtları kimi suallar çıxa bilər qarşımıza. Amma diqqət eləmək lazımdır ki, ümumiyyətlə qridi alqoritmlərində bizim yanaşmamız səhv nəticəyə də gətirib çıxara bilər. Çünki biz sadəcə məsələyə baxanda görürük ki, bura qridi yanaşması eləsək doğru olarmı? Doğru olarsa, onda məsələni həll edib göndərib ondan sonra nəticəni bilirik ki, bizim həllimiz həqiqətən optimaldır yoxsa yox. Və sıralama da bayaq dediyimiz kimi sıralama n-log(n) tətbiq olunarsa. İndi əslində bu qridi alqoritmlərinin məsələlər üzərində daha çox izah eləyirlər. Məsələn, birinci qəpik məsələsi və yaxud da buna bankomat məsələsi də deyə bilərik. Bankomat məsələsində bizə deyir ki, məsələn, ən birinci sualı açaq, baxaq. Deyir ki, bizim əlimizdə 10, 20, 50, 100, 200, 500 əskinazları var və bu əskinazlardan istifadə etməklə minimal bir məbləğ düzəltmək istəyirik. Yəni bankomatdan çəkmək istəyirik. Hər əskinazdan istənilən qədər əlimizdə var, yəni bankomatda var daha doğrusu. Yəni bu tip suallarda aydın məsələdir ki, bu qridinin ən bariz, sadə bir nümunəsidir. Çünki biz bu tapşırığa baxan kimi belə başa düşürük ki, yəni burada hansısa bir məbləği düzəltmək istəyiriksə, ən böyük nominallardan başlamaq lazımdır. Məsələn, 525 manatı düzəltmək istəyiriksə, bizim əlimizdə olan 200 manatlıq bir nominal varsa ona üstünlük veririk və 2 dənə ondan istifadə edirik. Sonra yerdə qalan hissəyə 100 manatlıq yerləşdirə bilirik. Sonra 20, sonra 5 və toplamda biz 5 dənə nominalla 525-i göstərmiş oluruq. Yəni başqa variantlar da ola bilər burada, amma ən optimalı 5 deyək ki, nominaldır. Yəni 6, 7, 8 bunlar optimal sayılmır. Çünki bizə bu məsələdə minimal sayda deyir ki, nominal istifadə ilə. Məsələnin həlli necə olacaq? Ən böyüklərdən başlayıb içərisinə yerləşdirə bilərik həmin nominalları. Amma sözsüz ki, burada iç-içə dövr olduğu üçün elə də optimal həll deyil. Amma bunun daha sürətli yolu odur ki, biz hansısa bir S məbləğinin içərisinə nominalı yerləşdirdikdən sonra orada qalan məbləğ ona qalığı olur. Məsələn, 200-ləri yerləşdirdikdən sonra 525-in 200-ə qalığı bizə verir 125. Yəni bunu bir əməliyyata biz daha sürətli tapa bilirik. Yəni sözsüz ki, bunlara diqqət eləməliyik. Qridi alqoritmlərinin də optimal tərəfləri olmalıdır, optimal yanaşmalar olmalıdır ki, zaman limitini aşmayaq. Məsələn, burada əslində heç bir yaddaş istifadə eləməmişik, sadəcə burada nominalları yığmışıq. Məsələn, heç bir yaddaşa gərək qalmır. Amma bunun dinamik proqramlaşdırma həlli də var. Orada yaddaşı istifadə edirik, çünki əvvəlkilərdən ən optimal cavabı seçib indikinə tətbiq edirik. Başqa hansı tapşırıqlar ola bilər? Məsələn, bizdə bunlar elə oxşar məsələlərdir, bankomat məsələləri. Məsələn, film festivalı. Film festivalı məsələsində deyir ki, başlama və bitmə vaxtları verilən bir filmlər var, n dənə film var. Maksimum sayda filmə baxmaq istəyirik və filmə də baxmaq tam olmalıdır. Yəni filmi yarımçıq saxlaya bilmərik. Bu PDF-də də belə bir tapşırıq var idi. Məsələn, zamanlama məsələsi başlama və bitmə vaxtına görə. Start time, finish time. Məsələn, biz ümumiyyətlə film olmasın, hər hansı bir tapşırıq olsun ki, biz tapşırıqları yerinə yetirməliyik, amma maksimum sayda tapşırıq istəyirik yerinə yetirək. Burada strategiyanı düzgün qurmalıyıq. Yəni strategiya nədən ibarətdir? Məsələn, bəzən fikirləşə bilərik ki, burada ən tez başlayan hansıdırsa ona üstünlük verək. Və yaxud da bəzən fikirləşə bilərik ki, hansında fərq, yəni tez başlayıb tez bitirsə ona üstünlük verək. Və bu strategiyanı bir neçə nümunə üzərində yoxlamalıyıq. Məsələn, biz desək ki, ən tez başlayana üstünlük verək. Məsələn, saat deyək ki, 1-də başlayan bir tapşırıq olsaydı, yəni film olsaydı, bu saat axşam 10-da bitsəydi, biz gərək həmin intervalda bütün filmləri buraxmış olaq. Heç birinə baxa bilməyəcəkdik, ancaq bir filmə baxacaqdıq.
Və yaxud da fərqlə baxsaydıq, tutaq ki, axşam saat 10-da başlayıb 11-də bitən bir filmi gözləməli olurduq ki, onda o birisləri buraxmalıyıq. Yəni fərqə görə ən kiçiyə üstünlük versəydik. Deməli, burada bu strategiyaların heç biri optimal yanaşma deyil. Optimal yanaşma odur ki, ən tez bitən tapşırıqlara üstünlük veririk. Yəni ən tez bitən hansıdırsa biz onlara baxmağa çalışacağıq. Yəni film məsələsində deməli biz nə etməliyik? Sıralamalıyıq bitmə vaxtına görə. Bitmə vaxtına görə sıralayırıq. Bitmə vaxtına görə sıralayandan sonra ən tez bitən filmə baxırıq. Ondan sonra baxdığımız ən sonuncu filmin bitmə vaxtını götürüb indi gələn filmin başlama vaxtına müqayisə edirik. Əgər böyük bərabər şərtini ödəyirsə, yəni başlama vaxtı ən son baxdığımızın bitmə vaxtından böyük bərabərsə, deməli biz həmin filmə baxa bilirik və sayı artırırıq. Bu tapşırığımız bizim film festivalı tapşırığıdır. Ümumiyyətlə sıralama eləyəndə, yəni pair verilibsə bizə, biz pairi sıralayırıqsa, ikinciyə görə, bitmə vaxtına görə sıralamaq istəyiriksə, biz üstünlük veririk. Birinciyə finish qoyaq, ikinciyə start qoyaq. Yəni buna belə məsələlərdə komparator qurmağa gərək yoxdur. Elə birinciyə finişi verməklə sort eləsək, bu bitmə vaxtına görə sıralayacaq və biz artıq bilirik ki, finish budur, start budur. Və müqayisə eləyəndə indi gələn filmin başlama vaxtı ən son baxdığımız filmin bitmə vaxtından böyük bərabərdirsə, deməli bu filmə baxırıq və sayı artırırıq. Və baxdığımız filmin də ən son finish vaxtını həmin dəyişənə update edirik. Burada diqqət edirsinizsə, biz heç vaxt hələ ki filmə baxmamışıq, ona görə ən son bitmə vaxtını 0 veririk ki, burada ilk dəfə şərt ödənsin. Yəni ilk filmə baxaq. Bəzən ola bilər ki, ilk filmi də götürüb baxıb sayı birdən başlada bilərdik. Amma ümumi halda bu şəkildə yanaşma eləyə bilərik. Başqa bizim nə məsələlərimiz var? Fikir verirsinizsə, greedy yanaşmasında biz dedik ki, yəni minimum, maksimum, ən tez bitən. Baxın, məsələlər bu tipdə olur. Ən kiçikdən başlamaq, ən böyükdən. Yəni onsuz da mövzunun adından görünür ki, bunlara biz acgöz alqoritmləri ona görə deyirlər. Davam eləsək, nə var burada maraqlı məsələlərdən? Direktorun qəbulunda elə film festivalı ilə eyni məsələdir. Sadəcə burada vaxtlar saat, dəqiqə şəklində verilib. Sonra maraqlı məsələlərdən endirim var. Məsələn, endirim tapşırığında bizə deyir ki, verilən endirim tapşırığı belə suallar da olur. Deyir ki, 3 məhsul alsan, biri pulsuzdur. 4 məhsul alsan, yəni bir məhsul alsan 2 ən bahalısını ödürsən, ən ucuzu pulsuz düşür. 4 məhsul alsan 3 ən bahalısını ödürsən, biri pulsuz düşür. Yəni burada 2 dənə vəziyyət var. Bu 2 dənə vəziyyəti də əslində qiymətləndirə bilərdik. Dinamik proqramlaşdırma ilə bunu ümumi həll etmək olardı. Bəs greedy ilə necə olur? Greedy məsələlərində biz hər zaman bir dənə strategiya seçirik. Yəni bayaq dediyimiz kimi əvvəlki vəziyyətləri nəzərdən keçirmirik. Normalda bu məsələdə bizim ağlımıza gəlir ki, bəzən 3 məhsul və yaxud da bəzən 4 məhsul seçmək daha optimal ola bilər. Məsələ biraz həmin o tərəfi çaşdırıcıdır. Amma əslində bu tapşırıqda həmişə 3 məhsul seçmək daha optimaldır. Yəni bunu görmək üçün nümunəni yazırsınız. Məsələn 4 də götürürsən, 3 də götürürsən, baxırsan ki 3 hər zaman optimal olur. Əgər biz siyahını azalan sırada düzürüksə, ki 2 dənə ən bahalısını götürdük, növbəti 3-cü bizə pulsuz düşəcək. Və bunu hər 3-dən 1 eləsək, hər 3-dən 1 bizə pulsuz düşsə, o pulsuz düşənləri cəmləyə bilərik. Hər 4-dən 1 bizə pulsuz düşsə cəmləyə bilərik və orada görəcəyik ki, biz hansında daha az məbləğ ödəyirik hər zaman. Bu da 3 məhsulu seçmək bizə optimal yanaşmadır. Yəni üçlü kampaniyadan istifadə etmək həmişə optimaldır. İzah da vermişik burada. Çünki bayaq dedik, yəni azalan sırada düşsək və biz görürük ki, üçlüdə nə qədər ödəyirik, dördlüdə nə qədər ödəyirik. Hər zaman bu azalan sırada getdiyi üçün, yəni dördlüdə ödədiyimiz o 3 dənə məhsuldan biri böyükdən kiçiyə düzülüb deyə hər zaman o üçlüdə gəlir bizim ödədiyimizdən böyük olur. Yəni böyük bərabər olur daha doğrusu. Yəni ən pis halda üçlü və yaxud da dördlü ödəmə eləsək bərabərləşə bilər. Amma üçlüdə daha optimal cavab əldə edə bilərik. Məsələn, burada da sıralama biz tətbiq edirik. Çünki biz bayaq qeyd elədik ki, sıralama çox vaxt greedy alqoritmlərində tətbiq olunur. Nə zaman? Məsələn, sizə bir siyahı verir, seçimlər edirik. Məsələn, zamanlama məsələsində başlama, bitmə vaxtlarında biz sıraladıq. Məsələn, burada da, bu tapşırıqda da biz sıralamaya üstünlük verdik. Ki, yəni ən böyüklərdən başlayaq. Çünki biz onları ödəməliyik. Hər 3-dən bir məhsul bizə pulsuz düşəcək və məbləğdən onları çıxa bilərik. Bir dənə də burada maraqlı məsələ var.
korrupsiya məsələsi. Məsələn, bu tapşırıqda bizə deyir ki, bank deyək ki, iqtisadi bir bankda devalvasiya deyək də, yəni ümumiyyətlə bankrota gedir və deyir ki, hər iki hesabı birləşdirir. İki hesabı birləşdirdiyi zaman qarşı tərəfə P faizini köçürdür. Deməli, belə çıxır ki, hər iki hesab birləşəndə 100 çıx P faizi banka qalır. İndi bank burada istəyir ki, birləşdirmə zamanı mümkün qədər çox məbləğ qalsın özünə. P-nin də qiyməti burada yəni faiz olaraq 0-dan 20 intervalındadır. Deməli, P faizini qarşı tərəfə ödürsə 100 çıx P faizi özünə qalacaq. İndi burada bank mümkün qədər özündə ən sonda maksimal bir məbləğ saxlamağa çalışırsa, onda bizim seçdiyimiz strategiya necə olacaq? Deyəcək ki, bank onda başlamalıdır burada ən kiçik məbləğlərdən birləşdirməyə. Ən böyük məbləğləri mümkün qədər sona saxlayır ki, oradan 100 çıxılsın P faizi daha çox məbləğ versin ona və bir dənə hesab qalanda o bankın özünə qalmış olur. Məsələn, burada 4 dənə hesabdır. Biz 2 ən kiçiyi götürüb birləşdiririk. Birləşdirmək onları cəmləyib 5 faizini itirir bank, qarşı tərəf ödür axı. Deməli, 100 çıx P faizi özünə qalır. Sonra keçir, məsələn, buradan alınan məbləği birləşdirəndə qaytarır siyahı, yenə 2 dənə ən kiçiyi seçir. Deməli, bu davamlı olaraq hər zaman 2 ən kiçiyi seçir. Bunun üçün də bizdə daimə sıralı saxlayan bir struktur olmalıdır. Bu struktur ən yaxşı ola bilər priority queue, sonraki seçimimiz multiset ola bilər. Yəni, hansı ki, 2 ən minimumu biz oradan sürətli götürə bilək. Ən kiçik 2 dənə minimumu sürətli götürə bilək. Priority queue-ya üstünlük veririk burada. İstəsəydik multisetlə də yaza bilərik, fərqi yoxdur. Priority queue-da bir dənə məbləğ qalana qədər 2 ən kiçiyi götürürük, onları cəmləyib 100 çıx P faizini qaytarırıq siyahıya. Yəni, çünki bu banka qalır. Və bu, o vaxta qədər davam edir ki, axırda ən sonda bankın hesabında bir dənə məbləğ qalacaq və biz də o məbləği çıxışa verəcəyik. O da ən sonuncu siyahıda qalan bir dənə priority queue-nun topundakı elementdir. Yəni, burada da gördüyünüz kimi greedy yanaşması minimum və yaxud da maksimum seçimləri ilə reallaşdırıldı. Yəni, bu məsələlərin ümumiyyətlə hamısında bu tətbiq olunur. Bunun zaman mürəkkəbliyi n-log-n olacaq, çünki hər zaman biz priority queue-nu istifadə edirik, əlavə etmək, silmək. Priority queue toplam n dənə hesab var. Hər bir əməliyyatdakı log-n-dir, ona görə n log-n zaman mürəkkəbliyi sərf olunur. Başqa nə məsələlərimiz var burada? Rəqəmlərin silinməsi klassik məsələdir ki, burada deyir ki, verilən hər addımda n ədədindən istənilən rəqəmi çıxmağa icazə verilir. 0 alınması üçün minimum neçə addım lazımdır? Məsələn, bu sualın greedy-dən əlavə dinamik proqramlaşdırma həlli də var. Və dinamik proqramlaşdırma həllində sözsüz ki, biz yaddaşla istifadə edəcəyik. Və həm də dinamik proqramlaşdırma həllində biz kiçikdən yuxarıya doğru, yəni 0-dan n-ə doğru addım-addım hesablayıb optimal cavablarımızı götürəcəyik oradan. Amma greedy yanaşmasında bu daha sadə olur. Çünki biz əgər verilmiş ədədin hər hansı bir rəqəmini çıxacaqsa, biz deyirik ki, onda ən böyük rəqəmi çıxaq ki, bu mümkün qədər tez sıfıra yaxınlaşsın. Ədəddən hər zaman ən böyük rəqəmini çıxsaq, bu sıfıra daha tez çatacaq. Yəni, bu strategiyanı ümumiyyətlə biz məsələdə görə bilmiriksə, dinamik proqramlaşdırma yanaşması eləyə bilərik. Yəni, onsuz da bəzi suallarda baxırıq ki, dinamik proqramlaşdırma daha, belə deyək də, dəqiq əminliklə məsələnin həllinə gətirib çıxaracaq. Ona görə dinamik proqramlaşdırma implementasiyası eləyə bilərik. Amma belə, yəni bu tapşırıqda gördüyünüz kimi ən böyük rəqəmi çıxırsınız, ən böyük rəqəmi çıxa-çıxa sayırsınız ki, neçə addımdan sonra n gəlib sıfıra düşəcək. Yəni bu max rəqəm üçün bir dənə funksiya təyin edə bilərsiniz ki, ədədi göndərirsiniz, maksimum rəqəmini tapır, qaytarır və n-dən bunu çıxır. Başqa tapşırıqlarımız çoxdur, əslində kifayət qədər tapşırıqlarımız var. Bəzən suallar olur, yəni daha çətin olur. Məsələn, orada strategiyanı qurmaq. Bunlardan biri Q məsələsi. Yəni, Q məsələsində deyir ki, Dino səhər bir şokolad, axşam bir şokolad. Yəni, ya səhər şokoladı ya səhər yeməlidir, ya da axşam yeməlidir. Bu n gün ərzində maksimum nə qədər enerji əldə edə bilər. Bu şokoladların verdiyi
enerjidir. Məsələn, Dino bu şokoladı səhər isə 3 kalori əldə edir, axşam isə 6 kalori. Və seçimində də ki, mütləq o şokoladı ya səhər yeməlidir tam, ya da axşam yeməlidir. Yəni günə bir dənə şokolad deyək də, günə bir dənə səhər, axşam. Hər səhər də şokolad yeməlidir, hər axşam da şokolad yeməlidir. Və 2 gün götürsək, deməli səhər, axşam 4 dənə bizdə şokolad olmalıdır ki, Dino yeyə bilsin. Yəni 4 dəfə şokolad yeyə bilsin. 2 gün üçün səhər, axşam 4 edir. Yəni bu məsələdə bizə verilən bu şokoladların səhər yeyərkən verdiyi kalori və axşam yeyərkən verdiyi kaloridir. Məsələn, bu sualda strategiyanı qurmaq, yəni ilk baxışda çətin gəlir. Çünki bəzən fikirləşərik ki, ən tutaq ki, böyük verən kalori hansıdır? Tutaq ki, məsələn 11 verir, bu 9 verir. Məsələn, bunları axşam yesə, 2 dənə axşamı var axı bunun. Qalanların ancaq 2 dənə səhər yeyə bilər. Məsələn, 9 ilə 11-i toplasaq 20, 3 ilə də 7, 10, 30 kalori. Amma burada cavab 32-dir. Bu niyə görə bu cür yanaşma səhv olur? Elə nümunədən biz əslində bunu görürüksə, deməli bu yanaşma səhvdir. Çünki biz tutaq ki, ən böyükləri seçsək, bizim artıq məcbur digər şokoladlardan səhər seçməliyik. Mütləq budur bunun yolu. Yəni bizim artıq imkanımız qalmır ki, mən buradan tutaq ki 11-i seçməzdim, buradan 6-nı seçərdim, buradan 10-u seçərdim. Məsələn, 6, 7, 13, 9, 22, 10, 32 kalori daha çox, yəni daha optimal seçimdir. Bəs bu məsələni necə həll edirik? Bu tip məsələlərdə artıq biz fərqə görə baxırıq. Yəni baxırıq ki, hansında fərq daha çox yaranırsa, o şokoladların axşam yeyilməsi və yaxud da səhər yeyilməsinə qərar verə bilərik. Yəni burada onsuz da 4 dənə şokolad var. Biz necə strategiya seçməliyik? Bunların yarısını tutaq ki, səhər yeyəcək, yarısını da axşam yeyəcək. Bu mütləq belədir. Sadəcə o seçimimizi düzgün etməliyik. Və düzgün seçimdə bəli, bunları fərqinə görə sıralamaqdır. Yəni şokoladın axşam və səhər verdiyi enerji fərqinə görə sıralama aparacaq və sıralama aparmaq üçün tuple götürə bilərsiniz, A çıx B-ni verə bilərsiniz bura. Burada AB verə bilərsiniz. Əslində tuple götürmədən də yazmaq olardı. Bunu pair verərdik. Bura A verərdik, ondan sonra B-ni tapa bilirik də, yəni. Əlimizdə A varsa, A-dan bunu çıxsaq əlimizdə B qalır. Amma indi rahat olsun deyə fərqə görə sıralayırıq. Bura AB qoyuruq ki, onsuz da biz yarıya qədər, buradan yarıya qədər götürəcəyik. Tutaq ki, səhər enerjisi, yarıdan sonra da axşam enerjisi. Baxın, burada şərt verir ki, i hələ ki n-ə çatmayıbsa, axşam götürsün. I n-dən keçəndən sonra artıq səhər şokoladlarını başlayacaq yeməyə ki, kalori maksimal olsun. Burada düşünürəm ki, bu get istifadə eləmişik. Əslində bilirsiniz ki, biz pair tuple keçəndə bu belə eləmişdik, biz auto vermişdik. İndi burada sayma əməliyyatı gedir deyə ki, bizim burada indeksi idarə etməyimiz üçün indeks vermişik ki, n-ə qədər bu qədər. Yəni, sıfırıncı budur, səhər enerjisi, bu da axşam enerjisi. Ki, mümkün qədər fərq nə qədər kiçik olursa, deməli, axşam enerjisi bir o qədər çox olub ki, bu fərqi o qədər kiçildib. Axı, biz A çıx B-ni qoymuşuq. Ona görə bu yarıya qədər elə axşamları seçim eləyir Dino. Fərqə görə sıralayanda. Yarıdan sonra da səhər. Yəni biz dedik ki, mütləq bu şokoladların yarısını səhər yeyəcək, yarısını da axşam yeyəcək. Mütləq. Ki, maksimal kalori əldə eləsin. Yəni bir şokoladı ya səhər yeməlidir, ya da axşam. Yəni məsələnin şərtində elə bir məhdudiyyət var. Yəni bu istədiyi kimi, yəni hər şokoladı səhər yeyə bilməz. Yəni bir şokoladı səhər yedirsə, daha başqa bir şokoladı yeyə bilməz. Yəni axşam nəsə yeyə bilər, sonra növbəti gün səhər, sonra axşam, yəni bu şəkildə. Başqa burada tapşırıqlardan məncə əsaslarını izah elədik. Bəzən koordinat tipli suallar olur. Məsələn, siçanlar və yuvalar tapşırığında deyir ki, siçanlar verilib koordinatları, bir də yuvaların koordinatları verilib. Deyir ki, bu siçanlar hansısa bir yuvaya hərəkət edən, hərəsi bir yuvaya gedib girməlidir. Əgər məsələn 3-5 yuvasına daxil olacaqsa, 2 məsafə qət eləməlidir. Məsələn 6-11-ə daxil olacaqsa 5 məsafə qət eləməlidir. Və burada deyir ki, sonuncu siçanın yuvaya daxil olması üçün minimal vaxtı göstərin. Yəni o məsafə oldu, vaxt oldu, fərq eləmir. Əslində biz hər bir addımı 1 saniyə kimi götürə bilərik bu məsələdə. Çünki 1 dəqiqə daha doğrusu. Məsələdə deyir ki, bir addım 1 dəqiqədir. Deməli, elə 6-dan 11-ə hərəkət eləsə,
11-6 5 dəqiqə vaxt sərf olunacaq. Məsələn 9-dan 3-ə 6 dəqiqə vaxt sərf olunacaq və o vaxtı biz mümkün qədər minimallaşdırmalıyıq. Yəni hər bir siçanın seçdiyi yuva ki var, onların hər birində olan o dəqiqə mümkün qədər minimum olmalı. Deməli onların içərisindəki maksimumu minimumlaşdırmalıyıq. Və seçim strategiyası ondan ibarət olacaq ki, ən kiçiyi ən yaxın yuvaya göndərək. Ən kiçik koordinatlını ona ən yaxın. O da deməkdir ki, elə ən kiçiyi ən kiçiyə göndərəcək. Məsələn 1-i 2-yə göndərəcək 1 dəqiqə vaxt sərf olunur. Sonra nə gəlir? 3 gəlir, burada da 3 gəlir. 3-ü 3-ə 0 dəqiqə vaxt sərf olunur. Sonra nə gəlir? 6-nı 5-ə göndərsək 1 dəqiqə vaxt sərf olunur. 9-u 11-ə göndərsək 2 dəqiqə vaxt sərf olunur və bizim ən pis halda 2 dəqiqəyə bütün siçanlar yuvaya daxil olmuş olur. Yəni məsələdə yenə də bizə sorting lazım olur. Yəni həm biz sıralayırıq yuvaları, həm də koordinatları. Hər ikisini sıralayırıq. Sonra onların modulları fərqi içərisində maksimum bizim cavabımız olur. Greedy alqoritmləri gördüyünüz kimi ən yaxşı görünən seçim sıralama lazım oldu bizə bir çox məsələdə. Az yaddaş istifadə eləyir. Yəni istisna hallarda bizə verilən hər hansı bir siyahı varsa, onu saxlamalıyıq onsuz da yaddaşda. Amma ekstra yaddaş demək olar ki, istifadə eləmir. Minimum, maksimum kimi yanaşmalar elədik ki, acgöz alqoritminin xüsusiyyəti budur. Və göstərdik ki, bəzi yanaşmalarda diqqətli olmalıyıq. Çünki seçim səhv ola bilər, optimal olmaya bilər. Buna diqqət eləməliyik. Nümunələr üzərində işləyərək baxmaq lazımdır. Və sıralama da gördüyünüz kimi bir çox məsələdə sıralama tələb olundu. Mövzumuz bu qədər. Sağ olun.